Adının mahiyyətini zaman-zaman sözün əsl mənasında göstərən küləklər şəhəri bunun əksinə regionu, Avropanı, ümumilikdə Avrasiyanı isitməklə enerji mərkəzinə çevrilib. Bu istiqamətdə Cənub qaz dəhlizi ilə Azərbaycan qazı Avropaya 2021-ci ildə 8 milyard kubmetr həcmində tədarük edilirdisə, 2024-cü ildə bu göstərici 12,9 milyard kubmetr olub. Bəs yeni hədəflər və mövcud potensial? Sualın cavabı isə bugün Gülüstanda müzakirə edildi. Məkan eyni, məqsəd eyni. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası Azərbaycanın enerji diplomatiyasının uğurlu inkişafının bariz nümunəsidir. Azərbaycan enerji xəritəsində yerini məhz özü müəyyən edir. Bugün Azərbaycan qazı 12 ölkəyə tədarük olunur. Türkiyə, Gürcüstan, Yunanistan, Macaristan, Bolqarıstan, Sloveniya, Slovakiya, Yunanistan, Xorvatiya, Serbiya, Şimali Makedoniya olmaqla Azərbaycan qazı 12 ölkəyə tədarük edilir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında 24 ölkədən yüksək vəzifəli hökumət və dövlət rəsmiləri Gülüstan sarayında bir araya gəldilər. Qonaqlar açılış sessiyası üçün öz yerlərini alır, son hazırlıqlar tamamlanır. Və beləliklə Zat aliləri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, hörmətli energetika və mənzil tikintisi komissarı cənab Dan Jorgensen, hörmətli nazirlər, əziz qonaqlar, xanımlar və cənablar. Sizi Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclaslarında salamlamaqdan böyük şərəf hissi duyuram. Bu toplantı həmin çərçivədə enerji təhlükəsizliyi ilə enerji keçidi arasında uzlaşmanı gücləndirmək üçün uğurlu səylərimiz də növbəti mühüm mərhələdən xəbər verir. Mən bu uğura təkan verilməsində qətiyyətli rəhbərliyinə və güclü dəstəyinə görə Azərbaycan Respublikasının prezidenti zat aliləri cənab İlham Əliyevə ən dərin təşəkkürümü bildirmək istəyirəm. İndi isə mən böyük məmnunluq hissi ilə prezident İlham Əliyevi açılış nitqi ilə çıxış etməyə dəvət edirəm. Sabahınız xeyir olsun, xanımlar və cənablar, əziz qonaqlar. Mən sizin hamınızı Azərbaycanda salamlayıram. Mən Brüsseldən gəlmiş qonağımızı xüsusi olaraq salamlayıram. Cənab komissar, xoş gəlmisiniz. İlk dəfədir ki, bu tədbirdə iştirak edirsiniz. Lakin hamımız bilirik və mən artıq qeyd etdim ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdı. Həmçinin bugün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də bizə daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır. Onlar ortaq məqsəd ətrafında birləşir.
Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir. Çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin 3 əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik. Çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft, kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft, kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır. Enerji şirkətimiz, Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəql olunma, həm çatdırılma ilə məşğuldur. Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksək rütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bizim Bakıda keçirilmiş son görüşdən, yəni 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bugün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək. Çünki bugün bəzi Avropa ölkələrinin qaz paylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur. Digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək. Təbii ki, biz mövcud qaz boru kəməri sisteminin genişləndirilməsində birgə səylər haqqında düşünməliyik. Cənub qaz dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bugün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz boru kəməri, istərsə də TANAP və ya TAP, Cənub qaz dəhlizinin 3 ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün bizə maliyyələşmə lazım olacaq. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu çox problemli olacaq. Biz nəhəng hasilat və nəql etmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə
o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikik. Azəri Çıraq Günəşli, Şahdəniz və Abşeron, bütün bunlar bugün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, neft boru kəmərləri və həmçinin Cənub qaz dəhlizi. Bütün bu işlər qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür. Beləliklə, faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinin dayandırılması siyasəti başlayanda, bu investorlara, şirkətlərə, ölkələrə müsbət olmayan siqnal göndərir. Bir sözlə, düşünürəm ki, həmin mühüm məqam da ola bilsin müzakirə ediləcək. Ümid edirik ki, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrı seçkiliyə məruz qalmayacaq. Əslində, bu bizim COP29-dakı mesajımız idi. Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı seçkilik və ayrıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpa olunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır, onlara hücum çəkilməli deyil. Beləliklə, düşünürəm ki, əgər belə bir mühüm məsələ öz həllini taparsa, onda hasilatçıların işi asanlaşar. Eyni zamanda uzun müddətli müqavilələr prosesi də vacibdir. Çünki hamımız bilirik ki, neft və qaz, eləcə də enerji layihələrinə böyük sərmayələr yatırılmalıdır. Və siz onları uzun illərdən sonra qaytarırsınız. Yeri gəlmişkən, təbii ki, bugünə qədər biz ölkə kimi Cənub qaz dəhlizinə sərmayə qoymuşuq, lakin onlar hələ qayıtmayıb. Biz hələ də bu balansda sıfıra çıxmamışıq. Ona görə əmin olmalıyıq ki, gələn bir neçə illər əsas bazarımız olacaq Avropada bizim təbii qaza ehtiyac duyulacaq. Yəni, biz əmin olmalıyıq ki, bunun üçün hələ bir neçə il bazar olacaq. Əgər bizdə belə bir təminat olmasa, onda investorlar və ölkələr sərmayə yatırmayacaqlar. Beləliklə, təbii qazın böyük qıtlığı yaranacaq. Bizim ehtiyatlar isə məlumdur. Biz bu il yeni yataqlarda, əsasən Azəri Çıraq Günəşli dərin qaz strukturunda yeni hasilatın başlamasını gözləyirik. Həmçinin düşünürəm ki, Abşeron yatağında hasilatın artırılmasına dair razılaşmanın son mərhələsindəyik. Yəni, ikinci fazaya keçid edərək hazır ki, 1,5 milyard kubmetrə minimum 3 milyard kubmetr əlavə olunacaq. Bir sözlə, bütün bunlar mümkündür. Lakin dediyim kimi iki əsas meyar olmalıdır. İnterkonnektorlar və Cənub qaz dəhlizinin genişləndirilməsi. Etibarlı proqnozlaşdırma və etibarlı tərəfdaşlıq da olmalıdır. Çünki tərəfdaşlıqda bütün tərəflər etibarlı olmalıdır. Yaşıl gündəliyə gəldikdə, qeyd etdiyim kimi, biz iki mühüm meyarı bir araya gətirə bildik və istehlakçılarımızın tələbatlarını qarşıladıq. Yeri gəlmişkən, Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımız təxminən 60% artdı. Bu memorandum Avropa Komissiyasının prezidenti və mənim tərəfimdən 2022-ci ilin
ortasında imzalandı. Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar ki 13 milyard kubmetr oldu. Yəni bu bizim ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Bugün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq biz birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik. Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq. Bugün günəş və külək enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 gigavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bugün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcədə qənaət etmə imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti 5 ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6,5 gigavatlıq enerji potensialı yaranacaq. Sizi sadəcə məlumatlandırmaq üçün deyə bilərəm ki, bugün Azərbaycanın yaradılmış imkanları 8 gigavatdan çoxdur. Beləliklə, biz növbəti 5 il ərzində bərpa olunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, 2 dəfə artıracaq. Əlbəttə, bugün əminəm ki, Yaşıl Enerji Məşvərət Şurasının iclasında Azərbaycandan Avropaya gedən yaşıl kabeldə müzakirə olunacaq. Mənə verilən məlumata görə həmin layihənin texniki əsaslandırma işləri son mərhələdədir. Beləliklə, tam başa çatandan sonra birmənalı olaraq maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq. Əlbəttə, biz indidən söyləyə bilərik, ümid edirik ki, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlər qoyulmayacaq. Lakin düşünürəm ki, Avropa təsisatlarında həmin layihələrin ümumi maraq doğuran layihə səviyyəsinə qədər təkmilləşdirilməsi vacibdir. Bununla mən əməkdaşlığımızın fəal formatında əldə etdiyimiz nəticələri yüksək dəyərləndirərək çıxışımı yekunlaşdırıram. Baxmayaraq ki, Bakıda ildə bir dəfə toplaşırıq, lakin bütün il ərzində çoxsaylı tədbirlər, görüşlər, konfranslar, ikitərəfli və çoxtərəfli tərəfdaşlıq formatları olur. Və bu format işbirliyi üçün əsas yaradır. Məşvərət Şurasında isə hər dəfə olduğu kimi biz ötən il ərzində gördüyümüz işləri nəzərdən keçiririk və gələcək addımları planlaşdırırıq. Mən hər iki Məşvərət Şurasına uğurlar arzu edirəm. Sağ olun. Cənab Prezident, biz çox dəyərli şərhlərinizə görə sizə olduqca minnətdarıq. Məşvərət Şurası həm regional, həm qlobal səviyyədə enerji təhlükəsizliyinin gücləndirilməsi üçün çox önəmli platformaya çevrilmişdir. Bu, sizin uzaq görən təşəbbüsünüz əsasında olmuşdur. Həm marşrutları, həm də mənbələri əhatə edən şaxələndirmə ilə bağlı verdiyiniz ardıcıl təlimatlar hazırda yaşıl enerji təşəbbüslərinə çevrilərək
Şuranın rolunu gözəl əməkdaşlığımızın təməl daşına çevirib. Biz davamlı dəstəyinizi yüksək dəyərləndiririk və sizə səmimi təşəkkürümüzü bildiririk. İcazənizlə indi isə mən Məşvərət Şurasında həmsədrliyinə çox mühüm vaxtda başlayan Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı cənab Dag Jorgensenə müraciət edirəm. Biz sizinlə sıx işləməyi səbirsizliklə gözləyirik və sizə mühüm işinizdə uğurlar arzu edirik. Cənab Jorgensen, söz sizindir. Çox sağ olun. İcazə verin çıxışıma cənab prezidentə təşəkkürümü bildirməklə başlayım. O, nəinki bugün keçirilən şuraların iclaslarına rəhbərlik edib, o cümlədən Avropa İttifaqı ilə çox sıx dostluq və tərəfdaşlığa şəxsən sadiqliyini göstərib. Bunu yüksək dəyərləndiririk və buna görə sizə olduqca minnətdaram. Zat aliləri, xanımlar və cənablar, mən bugün burada olmaqdan məmnunam və hamınıza iştirakınıza görə təşəkkürümü bildirmək istəyirəm. Mən son illər ərzində Avropa İttifaqı Komissiyası ilə yaxşı əməkdaşlığına görə Nazir Şahbazova xüsusi təşəkkürümü bildirmək istəyirəm. 3 il əvvəl Rusiyanın Ukraynaya tam miqyaslı müdaxiləsi və enerji ticarətinin onun tərəfindən silaha çevrilməsi enerji bazarımızın əsaslarını tam dəyişdi və Avropanın enerji sistemində böyük dəyişikliyə səbəb oldu. Həmin çətin vaxtlarda Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı kimi öz rolunu gücləndirdi. 2020-ci ildə Azərbaycandan Avropaya qaz Cənub qaz dəhlizi vasitəsilə nəql olunmağa başladı. Bildiyiniz kimi, Prezident von der Leyen 2 il əvvəl bura gəlmiş və sizinlə cənab prezident enerji sahəsində strateji tərəfdaşlığa imza atmışdı. Azərbaycanla tərəfdaşlığımız və Cənub qaz dəhlizi üzrə əməkdaşlığımız qaz təchizatımızı şaxələndirmək və Rusiya qazından asılılığı azaltmaq üçün səylərimizdə əsas yer tuturdu. Gələn illərdə biz gözləyirik ki, Azərbaycandan daxil olacaq qaz xalis sıfıra keçidimiz zamanı Avropa İttifaqının enerji sistemində mühüm rol oynayacaq. Bu baxımdan biz ticarət imkanlarının artırılması üçün göstərilən səyləri alqışlayırıq. Cənub qaz dəhlizinin Məşvərət Şurası dəhlizin işləməsinə nəzarət etmək, neft və qaz sektorunda metan emissiyalarını aradan qaldırmaq, bərpa olunan enerjidən istifadə etmək və elektrik enerji şəbəkəsini təşviq etmək kimi səylərin mühüm hissəsidir. Lakin işimiz yalnız bugünün çağırışlarının tək həllindən ibarət deyil. Biz gələcəyimizə doğru yolu müəyyən edirik. Bu səbəbdən biz Cənubi Qafqazla Avropa İttifaqı arasında yaşıl enerji dəhlizinin qurulması üzərində çalışırıq. Müxtəlif texnologiya və fərqli marşrutlardan istifadə edərək müxtəlif konkret ideyalar var. Ən perspektivli ideyaların bir araya gətirilməsini və onların lazımı yaşıl enerji dəhlizinə çevrilməsini müəyyən etmək qalır. Bütün tərəflər yaxşı əməkdaşlıq əzminə və böyük maraqlara malikdirlər. Prezident von der Leyen'in qeyd etdiyi kimi biz bütöv regionun bu layihədən faydalanmasını təmin etmək üçün inklüziv yanaşmanı dəstəkləyirik. Bu üçüncü Yaşıl Enerji Məşvərət Şurasında mühüm mövzu olacaq. O həmçinin ötən il COP-da sədrliyi zamanı Azərbaycanın irəli sürdüyü təşəbbüslərdə irəliləyişi müzakirə etmək fürsəti olacaq. Xüsusi olaraq mən qlobal enerji saxlama və elektrik enerji şəbəkəsi razılaşmasına istinad edirəm. Burada məqsəd 2030-cu ilə qədər 1500 gigavatlıq enerji saxlama gücünü və 25 milyon kilometrlik elektrik enerji şəbəkəsi infrastrukturunu yaratmaqdan ibarətdir. Həmin təşəbbüslərlə 2030-cu ilə qədər dünya səviyyəsində enerji səmərəliliyini 2 dəfə artırmaq və bərpa olunan enerji həcmini 3 dəfə artırmaq kimi qlobal məqsədlər reallaşacaq. Onlar bizi ilhamlandırır, çünki biz Braziliyadakı COP30 ərəfəsində
milli səviyyədə müəyyən edilmiş töhfələr adlı yeni və daha geniş səviyyəyə hazırlaşırıq. İcazənizlə mən 2030-cu ilədək qlobal metan emissiyalarının 30%-ədək azaldılması öhdəliyini götürmüş 160 ölkədən biri olaraq Azərbaycanın ötən il qoşulduğu qlobal metan vədini vurğulamaq istəyirəm. Mən Azərbaycanın COP29-da bu məsələnin daha da qabardılmasına verdiyi töhfəni yüksək qiymətləndirirəm. Bu layihənin həyata keçirilməsi çox vacib olacaq. Lakin Azərbaycan xüsusilə enerji sektorunda metan emissiyalarının azaldılmasının müsbət təsirləri baxımından qlobal örnəyə çevrilib. Eyni ilə Dövlət Neft Şirkəti, SOCAR-ın neft və qaz metan tərəfdaşlıq 2.0-a qoşulması ilə Azərbaycan enerji sektorunda metan emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması və Avropa İttifaqının metan normalarına uyğunluğun təmin olunması istiqamətində doğru yoldadır. Bildiyiniz kimi, metan itkisinə yol verilməməsi iqlim dəyişikliyi təhlükəsinin aradan qaldırılmasında ən effektiv tədbirlərdən biridir. Bu, həmçinin yerli bazarlar və ixracat üçün mövcud qazın həcmini artırır. Enerji sahəsində strateji tərəfdaşlığımızın mühüm elementi kimi Avropa İttifaqı bu sahədə inkişafı sürətləndirmək və bizim bircə irəliləyişimizi nümayiş etdirmək üçün innovativ yanaşmaların tətbiqinin davam etdirilməsində maraqlıdır. Bütün ölkələrimizdə bərpa olunan enerjinin yerli istehsalının inkişafı təbii qaza qənaət etməyə, münasib qiymətə elektrik enerjisinə çıxışı təmin etməyə və sənaye sahəsində rəqabətliliyi artırmağa kömək edə bilər. Xüsusilə Azərbaycana gəlincə enerji səmərəliliyi və bərpa olunan enerji istiqamətində səylər qarşıdakı illərdə ixrac bazarları üçün daha çox qazı əhəmiyyətli dərəcədə əlçatan edə bilmək potensialına malikdir. Avropa İttifaqı Xəzər dənizində külək enerjisi texnologiyasına daxil olmaqla Azərbaycanın böyük potensialını inkişaf etdirmək üçün onunla əməkdaşlığı gücləndirməyə hazırdır. Bizə gəlincə, son 5 il ərzində Avropa İttifaqı qanunvericiləri daha iddialı enerji səmərəliliyi və 2030-cu il üçün bərpa olunan enerji hədəflərdə daxil olmaqla yaşıl saziş gündəliyimizin və Avropa İttifaqının REPowerEU strategiyasının həyata keçirilməsi üçün bütün yeni tədbirləri tamamlayıb. Yeni komissiya əsas diqqəti onun həyata keçirilməsinə yönəldəcək. Ötən ay biz təmiz sənaye sazişi və əlçatan enerji fəaliyyəti planını təqdim etdik. Bunlar təmiz keçidi sürətləndirməklə, daha əlaqələndirilmiş enerji birliyi qurmaqla və qaz bazarlarımızı daha ədalətli və rəqabətə davamlı etməklə bizə evlərimiz və şirkətlərimizi ucuz, təhlükəsiz və dayanıqlı enerji ilə təmin etməyə imkan verəcək. Biz qazı yalnız Avropaya yox, dünyaya çatdırmaq istəyirik. 2030-cu ilin hədəflərinə çatmaq üçün sürəti artırdıqca artıq söhbət təkcə iqlim fəaliyyətindən yox, iqtisadi imkanlar, enerji təhlükəsizliyi və əlçatanlıqdan gedir. Əminəm ki, insanlarımızı irəli aparsaq, onlara sərmayə yatırsaq və onların ədalətli keçiddə iştirakını təmin etsək, biz tarix yaza və gələcəyimizi təmin edə bilərik. Yekunda zat aliləri, nazirlər, səfirlər, xanımlar və cənablar, vətəndaşlarımız üçün enerji təhlükəsizliyini təmin etmək və gələcəyimiz üçün enerji keçidini irəli aparmaq üçün biz bir-birimizlə güclü enerji tərəfdaşlıqları yaratmalıyıq. Avropa İttifaqı işimizi sürətləndirmək, sənaye bazalarımızı gücləndirmək və 2050-ci ilə qədər iqtisadiyyatlarımızı iqlim neytrallığı istiqamətində yola qoymaq üçün Azərbaycanla və digər beynəlxalq tərəfdaşlarla birlikdə işləməyə ümid edir. Gəlin birlikdə enerji təhlükəsizliyimizi gücləndirək, bərpa olunan enerji resurslarına investisiyaları yatıraq və bazarlar arasında ticarəti təşviq edək. Bir daha zat aliləri, bugün bizi qəbul etdiyinizə və fikir mübadiləsinin aparılmasına şərait yaratdığınıza görə sizə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu gün çox maraqlı və hamımız üçün ilham mənbəyi olacaq bir gün olacaq. Cənab Jorgensen, mənalı çıxışınıza görə təşəkkür edirik. Ümid edirik ki, sizin həmsədrliyinizlə Azərbaycan və Avropa İttifaqı arasında enerji dialoqunda yaxşı nəticələr əldə olacaq. Bununla da açılış sessiyamız başa çatır. Cənab Prezident, bugün bizimlə olduğunuza görə çox sağ olun.